Salam hörmətli abituriyentlər. Bu videoda sizə 2024-cü ilin mürəkkəb bir qəbul sualını izah edəcəyəm. Öncə qeyd edim ki, ikinci şans üçün sürət və sınaq qruplarımız fəaliyyətə başlayır. Həm sürət, həm də sınaq qrupu ikisi bir arada olacaq. Çoxlu şəkildə ümumi sınaqlar, bölmə sınaqları və zəif olduğumuz bölmələrin və qəbula ən çox düşən bölmələrin izahları olunacaq. Ətraflı məlumat üçün bizlə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Keçək sualımıza. 61-ci sualdır. A məntəqəsi 30 şərq uzunluğunda yerləşir. Bu məntəqə ilə Günəşin ildə bir dəfə zenitdə olduğu enlik arasındakı məsafə 4773 kilometrdir. Öncə baxıram, Günəşin ildə bir dəfə o zenitdə olduğu enlik hansıdır? Təbii ki, tropik. Və 4773-ü bölürəm 111-ə, ən qısa məsafədir və buradan 43 dərəcə olur. Deməli, A məntəqəsi ilə tropik xətti arasında 43 dərəcə fərq var. Və deyir ki, A məntəqəsi bu enlikdən, yəni tropik enlikdən cənubda yerləşir. Deməli, bura A məntəqəsidir, bura isə tropikdir. Təbii ki, bu şimal tropik olmalıdır. Çünki Günəşin ildə bir dəfə zenitdə olduğu məntəqədən cənubda yerləşirdi və buradan 43 dərəcə cənuba gələndə eləyər A məntəqəsi 19,5 dərəcə cənub enliyi. Deməli, məntəqəmiz 19,5 cənub enliyidir. Gəlin indi bir-bir sıraları təhlil edək. Dünyanın ən isti materikində şərq istiqamətdə axan çay hövzəsinə uyğun gəlir. Dünyanın ən isti materiki Afrika materikidir və şərq istiqamətində axan çayı Zambezi çayıdır. Bəli, Zambezi çay hövzəsi tropikə yaxın bir ərazidə yerləşir, amma tropik xətti kəsmir, 19,5 cənub enliyi olar. 22 dekabrda Günəşin zenit vəziyyəti müşahidə olunur. Təbii ki də 22 dekabrda Günəş cənub tropikində zenitdə olar, burada zenitdə olmaz. Coğrafi koordinatları 23,5 şimal enliyi 30 şərq uzunluğuna aiddir. London şəhəri ilə yerli vaxt fərqi 2 saatdır. 30 şərq uzunluğunda yerləşdiyinə görə 30-u bölərsiniz 15-ə, eləyər 2 saat. Deməli, bu doğrudur. 1, 2, 4. Qütb ulduzu müşahidə edilir. Cənub yarımkürəsində qütb ulduzu müşahidə edilməz. Şimal mülayim işıqlanma qurşağının cənub sərhədində yerləşir fikri yanlışdır. 1, 2, 4 doğru variant olacaq. Bu tip mürəkkəb testlər işləmək istəyirsinizsə, bizim sınaq qruplarına və sürət qruplarına mütləq qoşulun.